Demək olar ki, Azərbaycanda bu keyfiyyətdə çörək yoxdur dostlar. Niyə yoxdur? Çünki bugün hamı bizneslə məşğuldur, biznesi düşünür. Və yaxud da hamı, necə deyirlər, balatını elə reklam edir ki, hamı başlayıb balaca çörək bişirməyə. Amma çox gözəldir, bu bişirmələri çox gözəldir, bu məni sevindirir. Niyə görə sevindirir? Çünki nə qədər çox çörək olsa, o qədər yaxşıdır. Salam, mədə bağırsaq üçün çörək neçəyədir? Mədə bağırsaq problemi müxtəlifdir. Sizdə mədə bağırsaqda hansı problem var? Bir dənə deyin. Mədə bağırsaqda əgər qəbizlik varsa, həzm problemi varsa, kök problemi varsa, əlbəttə onun üçün çovdar, arpa, qreçka və şəkər yoxdursa qaradal yeyə bilər. Yox, əgər mədədə yara, xora, qastrit varsa, o zaman buğdanın ser növünü bir ədəd qalıb. Bir ədəd. Bu kimin qismətidirsə ona qismət olacaq. Bir ədəd qalıb. Buğdanın ser növü yeyə bilər, bir də buğdanın qara növünü yeyə bilər. Oyun atmayın, xahiş edirəm, oyun atmayın. Hə, bəli. Bəli, bax kimdə, belə deyim də, kimdə yüksək mədəsində ijoqa, yüksək qastrit, yara xora varsa çox gözəl təsir göstərir onlara. Nədən bişirirsiniz? Biz çörəyi buğdalı veririk, buğdadır, arpadır, çovdardır, qarğıdalıdır. Bunları veririk su dəyirmanına. Su dəyirmanı üyüdür, verir bizim əlimizə. Biz onu əliyirik. Əliyirik, tutalım ki, buğdanın boz növünə və yaxud da qarğıdalı. Və yaxud da qarğıdalı çörək bişiririk, və yaxud da qarğıdalı çörək, və yaxud da çovdar çörək bişiririk. Bu çörəkləri unu əliyirik, hərəsinin özünün ayrı kəpəyi olur. Kəpəyi qatırıq hərəsinin özünə. Məsələn, qarğıdalını bişirəndə qarğıdalın unu əliyib, kəpəyini də öz ununa qatırıq. Balatı qatırıq, su qatırıq, buz qatırıq. Vəssalam. Bir də diqqətli olun, pH dəyəri aşağı olan su içməyin. Əsas da onkoloji xəstələrə üzümü tutub deyirəm. Mədəsində turşuluğu olanlar, yarası, xorası, ümumiyyətlə xəstəliyi olanlar, ürək problemi olanlar, diqqətlə dinləyin. Qaraciyər problemi olanlar, bağırsaq problemi olanlar, əsas da bağırsağında probiotik, prebiotik çatışmazlığı olanlar suyun pH dəyərinə diqqət eləyəcək. Bu haqda ölkədə danışan, çıxış edən yoxdur. Bu böyük bir problemdir. Böyük bir problemdir. Ona görə diqqətli olacaqsınız. Tamam mı? Möhtəşəm çörəklərdir. Həqiqətən sizi tanıdığım üçün xoşbəxtəm. Ziyama İsket, çox təşəkkür edirəm Ziyama xanım. Allah sizdən razı olsun. Canınıza şəfa olsun çörəklər. Gözəl insan. Çox təşəkkür edirəm ki, gəlirsiniz. Bizim bu qədər müştərilərimiz var. Çox az adamdır ki, gəlirlər, yazırlar. Çox istəyirəm ki, hələ kim effektini görürsə o yazsın. Çox sağ olun. Allah sizdən razı olsun. Çox təşəkkür edirəm sizə. Çox sağ olun Tahirə xanım, çox sağ olun. Bax bu çörəyi bişirməkdə düşünən beyinlərə, bu işi yerinə yetirməkdə zəhməti olan adamlara can sağlığı arzulayıram. Yəqin ki, ən başda siz olmaq şərti ilə. Çox ləzzətlidir, çox. Həddindən artıq. Hər bir çörəkdən böyrünə birazca baxdım ki, görüm dadı necədir. Bu səhər də yedim, çox gözəldir. Dadı da gözəldir, əhəmiyyəti də gözəl. Çox sağ olun, var olun. Allah sizə can sağlığı versin. Bütün kollektivinizlə bərabər.